Salam əziz dostlar, əziz səyahət sevərlər, yeni bir vlogdan hər kəsi salamlayıram dostlar. Bugün səyahət vlogu çəkməyəcəm, başqa bir formatda video hazırladım. İstədim sizlərlə də paylaşım. Ümid edirəm maraqlı bir vlog alınacaq dostlar. Bugün sizlərlə Rusiyanın paytaxtı Moskva və Moskva vilayətində iş üçün icazə almağın yollarını sizə başa salacağım və hal-hazırda yollanıram Moskva vilayətində Saxarova qəsəbəsində yerləşən patent almağa və patenti necə almaq olar. Rusiya ərazisinə daxil olanda sizə belə miqrasiyon kart verilir. Azərbaycan pasportu, yəni xarici pasportumuz. 7-10 gün ərzində siz Rusiya ərazisində 3 aylıq yaşama izni alırsınız. 90 gün ərzində Rusiyada vizasız qalma hüququmuz var Azərbaycan vətəndaşları üçün. 3 aylıq registrasiyamızı sərhədi keçdikdən sonra 7-10 gün ərzində müvəqqəti yaşama izni belə bir registrasiyamızı alırıq. Sizin əgər Rusiyaya gəlmə planınız işləməkdirsə, sərhədi keçən zaman mütləq şəkildə miqrasiyon kartda qeyd olunmuş rabota sözünün altından xətt çəkilməlisiniz. Əks halda Rusiyada işləmə hüququnuz olmayacaq. Amma başqa bir variant odur ki, 5000 rubl cərimə ödəyib, sonra siz işləmə hüququnu yenidən bərpa edə bilərsiniz. Amma ən yaxşısı olar ki, əgər siz bilirsiniz ki, Azərbaycandan Rusiya işləməyə gəlirsinizsə, sərhəddə mütləq şəkildə dediyim kimi miqrasiyon kartda rabota qeyd eləməlisiniz. Orada sizə polis işçisi soruşur ki, Rusiyaya nə üçün gəlirsiniz? İşləmək üçün, gəzmək üçün və s. Siz mütləq şəkildə orada deməlisiniz ki, rabota. Patent almaq üçün sizin 30 gün ərzində vaxtınız olur. Həmin gün ərzində əlavə sənədlərinizi toplayırsınız. Yəni ki, registrasiya olunursunuz 3 aylıq. İndi hər il demək olar ki, bir il ərzində 200 dəfə qayda qanunlar yenilənir. Mən hal-hazırda indi deməli dostlar, mart ayıdır 2025-ci il. 2025-ci ilin yeni qayda qanunlarını sizə başa salacağım. Mən hal-hazırda indi gedirəm, patentimi verəcəm və həm də alacağım. Bütün prosedurları həmin miqrasiyon slujbada, miqrasiyon sentrdə sizə əlavə məlumatlar da verəcəm. Deməli dostlar, ora getməmişdən əvvəl hansı sənədləri özümüzlə götürürük? Pasport, xarici pasportumuz, registrasiya və miqrasiyon karta. Deməli, gedirik Saxarova. Bu xəbər Moskva və Moskva vilayətində yaşayan miqrantlar üçündür. Yaxınlaşırıq Saxarova. İndi mən həmin yola gedirəm. Prosta əvvəlcədən qısa olsa da məlumat verirəm. Getdik Saxarova. Həmin sənədlərimizi özümüzlə götürürük. Deməli, bir ay müddəti keçmədən həmin sənədlərimizi toplayıb getməliyik. Bir aydan keçsə, bunda əlavə cərimə ödəməlisiniz. Həmin cərimə 5-10 mindən artıq rubuldur. Patent almaq üçün dediyim kimi əlimizdəki olan sənədlərlə yaxınlaşırıq Moskva vilayətində yerləşən Saxarova kəndinə və ya qəsəbəsinə. Orada deməli birinci etap sənədimizi, pasportumuzu, miqrasiyon kartı və registrasiyamızı veririk. Orada araşdırırlar və sonra başqa prosedurlardan keçirik. Həkim yoxlanışdan, qan analizindən, rus dili egzamini bu mütləq şəkildədir. Əgər Rusiyaya gəlmək istəyirsinizsə, burada planınız işləməkdirsə, ən azından 10-15% rus dilini bilməyiniz şərtdir. O zaman patent almaq da mümkün olmur. Odur ki, əgər Rusiyaya gəlmişsinizsə, istəyirsinizsə burada işləmək, planınız burada işləməkdirsə, dostlar, mütləq şəkildə Azərbaycanda rus dili kurslarına keçsəniz daha yaxşı olar. Biraz rus dilini öyrənərsiniz.
İndi hal-hazırda 2025-ci ildə miqrantlara, qanunsuz miqrantlara aprel ayının 30-una qədər vaxt verilib ki, kimin sənədləri düzgün deyilsə, yenidən yaxşı olar ki, əgər sərhədi çıxıb yenidən Rusiyaya qayıdıb patent almaq daha rahatdır aprel ayının sonuna qədər 2025-ci il. Hə dostlar, indi sizinlə birgə gedirik miqrasiyon sentrə. Moskva vilayəti Saxarova qəsəbəsində yerləşib. Ora necə getmək olar? Gəlirsiniz deməli dostlar, Leseparkovskaya metro stansiyasına çıxırsınız. Bax gördüyünüz qarşıda avtobuslar birbaşa miqrasiyon sentrə gedir. Həm də buradan taksilər gedir. Taksilər 500-800 rubl aparır. Avtobus isə 70-80 rubl troika kartı ilə getmək mümkündür. Taksi ilə 45-50 dəqiqə yoldur miqrasiyon slujbaya. Avtobusla 1 saat 10 dəqiqəlik məsafədir. Miqrasiya mərkəzi səhər saat 8-dən axşam saat 8-ə kimi işləyir. Buradan taksilər MCD 1 metro Leseparkovskaya. Metrodan çıxan kimi görürsünüz nə qədər adam var. Səhər saat 7:00 oldu. Var hamısı özbəklər, taciklər çoxdur. Номер 52. Görürsünüz nə qədər adam var. Посетитель 3222, подойдите. İçəridə çəkiliş aparmaq qəti qadağandır. Onun üçün də içəridən heç bir çəkiliş edə bilmədim. Bir sözlə, bu aralar aprel ayının sonuna qədər burada insanların sayı hesabı yoxdur. Özbəklər, taciklər, Azərbaycanlılar çox sayda deyil, azdır. Amma hamı sənədlərini qaydasına salır. Bir sözlə, kimin sənədində problemi varsa, aprel ayının sonuna kimi həll eləsin. İçəridə rus dilindən imtahan keçirsiniz, analizlər verirsiniz qanla, bir çox prosedurlardan keçirsiniz. Sənədi verəndən sonra 14-15 gün ərzindən sonra telefona SMS gəlir, gedirsiniz götürməyə. Mən hazırda patentimi aldım. Patentin ödənişi bir aylıq üçün 8900 rubuldur. Patenti aldıqdan sonra mütləq şəkildə əmək müqaviləsi bağlamalısınız. 2 ay müddətində həmin əmək müqavilini isə polisə yazılı şəkildə və ya onlayn şəkildə ya özünüz ya da ki iş yerindən bildiriş verilməlidir. Əks halda aldığınız patent annullировать olunacaq, bazadan silinəcək. Bunu diqqətinizdə saxlayın. Bu 2025-ci ildə çıxan, yanvar ayında çıxan qanunlardandır, yeni qanunlardandır. Tək patent almaqla bitmir. Patent aldıqdan sonra 2 ay müddətində, yəni ki, bacardığınız qədər tez müddətində həmin patenti polis orqanlarından qeydiyyatdan keçirməlisiniz. O elə bir çətin bir iş deyil. Onu siz özünüz də eləyə bilərsiniz ya da ki işlədiyiniz yerdən onu eləməlidirlər. Patent qiymətləri Rusiyanın bölgələrində fərqlidir. Məsəl üçün elə bir yerdə ola bilər ki 5000, elə yerə ola bilər ki 15-20 min ola bilər. Mən sizə Moskva və Moskva vilayətinin qiymətini dedim. 8900 rubuldur bir ay üçün. Dostlar, onu da unutmayın ki, patentin arxa hissəsində alınma tarixi var. Məsəl üçün 5-05-ci tarixdə almısınız patenti. Yaxşı olar ki, 2-3 tarixində patenti ödəyəsiz. Son gündən gec olsa, əgər sizin oradakı patentdə yazılıb ki 5-ci ay, məsəl üçün siz keçirirsinizsə 6-sı, 7-si, o halda patent annullировать olunur. Siz həmişə çalışın ki 1-2 ya 3 gün əvvəl tez ödəyin. Bu sizin xeyrinizədir ki, ziyan deyil. Patenti necə ödəyə bilərsiniz? Patent aldıqda pasportun arxasına QR kod verilir. Həmin QR kodla siz öz telefonla, bank kartınızla ödəyə bilərsiniz.
və yaxud da ki, hansısa bir banka yaxınlaşıb həmin QR kodu təqdim edə bilərsiniz. Həmin bankda ödəniş etmək mümkündür. Ödədiyiniz çekləri mütləq şəkildə saxlayın. Sizi yolda polis əməkdaşları yoxlayanda onları təqdim edəsiniz. Həmişə üstünüzdə sənədlərinizi saxlayın. Fərq eləmir, Rusiyanın istənilən bölgəsində polislər reyd keçirə bilər. Həmin reyddə həmişə bütün sənədləriniz üstünüzdə olsun. Dostlar, kimin əlavə sualı olsa, komment bölməsində yaza bilər. Rusiyada işləmək, patent almaq, əlavə sualları kimin olsa, buyurub verə bilər. Əsasən də Moskva və Moskva vilayətini daha informasiyanı dəqiq çatdıra bilərəm. Çünki Rusiyanın bölgələrində ola bilsin ki, patent qiymətləri fərqli ola bilər. Amma alınma bütün bölgələrdə eynidir. Moskva ya məsəl üçün Lipetskdə yaşayırsınızsa, Lipetskdə hansısa orqandan öyrənirsiniz ya orada yaşayan bir Azərbaycandan öyrənirsiniz ki, patenti hardan ala bilərəm. Onlar sizi yönəldəcək. Bu vlogda çalışdım sizə lazımi məlumatları çatdırım dostlar. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Mən səyahətçiyəm, səyahət vlogları çəkirəm. Çoxlu maraqlı vloglar var kanalımda, girib izləyə bilərsiniz. Azərbaycan və Rusiya, başqa ölkələrdən səyahət vlogları var, girin izləyin. Yeni bir vlogda görüşənə qədər dostlar, sağ olun, özünüzdən müğayət olun.